Birləşmiş Ştatlar hökumətinin bünövrəsini qoyan sənədlərə baxa bilmək üçün hər gün müsafirlər Milli Arxivin rotandasına doluşur. Müstəqillik bəyannaməsi, Konstitusiya və Hüquqlar Birliyi. Lakin Milli Arxiv təkcə Azadlıq Xartiyası adlanan sənədlərə malik deyil. 1934-cü ildə arxiv təsis olunandan bəri burada bütün rəsmi hökumət sənədləri saxlanılır, deyə arxivist köməkçisi Michael Coates bildirir. Tarixçilər, ictimai xadimlər və başqaları anlayırdılar ki, millətin tarixi itirilir. Bunlar əvvəl sənədlər onları yaradan agentliklər tərəfindən saxlanılırdı. Yanğınlar, daşqınlar və başqa təbii fəlakətlər isə millətin sənədləşdirilmiş irsini puç edirdi. Hər hökumət sənədi qorunmur. Yalnız tarixi əhəmiyyət daşıyan 1-3% sənəd daimi olaraq özünə arxivdə yer tapar. Məsələn, NATO-nu yaradan Şimali Atlantika müqaviləsi kimi. Coates'un sözlərinə görə burada təkcə kağız sənədlər yox, habelə filmlər, xəritələr və videolar saxlanılır. Arxivin 75-ci il dönümü münasibəti ilə o eksponatlardan ən qəribələri sərgidədir. Sərgi mütəxəssisi Jennifer Johnson bu ilin Milli Arxiv üçün xüsusilə olduğunu qeyd edərək sərginin böyük olduğunu vurğulayır. Vətəndaş müharibəsindən qalmış Gettysburg'un 4 metr kvadratlıq xəritəsi üzərində müsafirlər gəzə bilərlər. Yaxud da Prezident William Howard Taft üçün düzəldilmiş vanna. Burada həmçinin basketbol ulduzu Shaquille O'Neal'in Prezident George W. Bush'a verdiyi ayaqqabı da nümayiş etdirilir. Bu növ sərgilər müsafirlərə Milli Arxivin nəhəng eksponatları haqda təsəvvür verə bilər. Lakin sərginin ulduzları qismində azadlıq xartiyaları qalır. Vaşinqtondan Əsgər Möhsümoğlu, Amerikanın səsi.